Bugün gəlmişəm mebel sərgisinə. Mebel və mebellə bağlı hər şey. Aksesuarlardan tutmuş profillərə qədər. Kreslo üçün belə avtomatik mexanizmlərə maraq çox yüksək idi. Alman istehsalatı var idi, bir də Çin istehsalatı var idi. Əsasən Alman istehsalatına olan kreslolara çox maraq var idi. Bu mənim həmkarım da oturub video çəkir. Mən də istədim, amma gözlədim, nəsə durmadı. Kreslo yaxşıdır deyəsən. Alman məhsullarına baxıb buradan Çin məhsullarını sifariş eləyirlər. Burada tək Çin şirkətləri deyil, Alman şirkətləri də iştirak edir. Mən sadəcə Almanları gördüm. Başqa bir ölkənin istehsalçılarını görsəm, göstərərəm. Bu Guangzhou'da keçirilən beynəlxalq sərgilərdən, yəni sırf mebelə aid, mebel aksesuarlarına aid ən böyük sərgidir. Adamlar şirkət qurublar, ancaq təkər satırlar kreslo üçün. Haran şirkətidir görmədim, amma xaricilərdir sırf. Bütün bunlar göstərdiyim şeylər bilirsiniz kimə faydalıdır. Kim ki öz ölkəsində istehsal edir, sadəcə hissələrin buradan alıb aparır, orada toplayır. Kolay gəlsin. Hayırlı olsun. Hoş gelmişsin. Türklər də iştirak edir bu sərgidə, görürsünüz Boyut Plastik şirkəti ilə. Dirəşməyə çalışır. İnşallah alınar hər şey onlarda və sifarişlərini toplayarlar. Söhbət eləmək istədim, gördüm çox da sıxılmışdı biraz. Uzatmadan davam etdim. Həmişə fikirləşirdim ki, bu matrasın içində dəmirlər var. Onlar nədir belə? Necə olur? Gördüm. Bu sərgidə gördüm necə olur və hətta cürbəcürəsini gördüm. Sizə də göstərirəm. Uşaq vaxtı o cırdığımız matrasların içində nə var idi onu bilirdim, amma indi zəmanə başqadır və texnologiya da fərqlidir görürsünüz. Çin sayağı satış budur, görürsünüz, göstərir ki, yuya bilərsiniz. Yastığı da, matrası da. Dostlar, mən də sizə xatırlatmaq istəyirəm ki, 16 ildir Çində yaşayıram və Çində bacarmadığım bir şey yoxdur. Sadəcə olaraq maraqlar üst-üstə gəlməlidir. Müraciət eləyin, şərtlər var, danışarıq. Matras bölümü 2-ci mərtəbədə idi və az deyildi, həqiqətən çox idi, amma mən sizi yormaq istəmirəm eyni tipli videolarla. Ona görə keçid alaq mebel üçün parçalara. Bu sərgidə dizaynı, pavilyon dizaynları çox gözəl təşkil olunub. Yəni bəyəndim mən. İşləməkdən başqa zövq almaq məncə şərtdir, ümumiyyətlə hər bir işdə. O olmasa iş də belə yavaş-yavaş gedir, həvəs qalmır işləməyə. Bilirsiniz, bu tip məhsula çəkiliş eləmək biraz darıxdırıcıdır. Yəni özünüz başa düşürsünüz nə demək istədiyimi. Yəni təkərdir, yastıqdır, döşəyidir. Bunların nəyini çəkib göstərsən, emosional bir məhsul deyil. Amma ikinci hissədə sizi çox maraqlı bir video gözləyir. Hardasa 2 həftədən sonra olacaq inşallah. Yəni sizi dəvət edirəm, ikinci hissəni də gözləyib ona baxasınız. Nəysə, davam edək bu panellərə baxaq. Bəlkə bir maraqlı bir şey tapdıq özümüzə. Bir də bir məqama toxunmaq istəyirəm ki, hərdən birdən olur videodan screenshot eləyirlər ki, qardaş bax o panel neçədir, o rolik neçədir, bu təkər neçədir. Bu şəkildə alınmır. Mən sadəcə olaraq sərgini göstərim. Yəni burada hər cür sərgilər var. Burada 1000-dən çox istehsalçı var. Mən bunların hamısının kartlarını yığıb, hamısının məlumatını toplasam, məntiqsiz olacaq. Bir də mən istədiyim şeyi tapıram Çindən. Kanton sərgisinə gələnlər bilir ki, bu elektrik avtomobilləri, yəni avtobusları ancaq Kanton sərgisində işə salırlar. Mebel sərgisi həqiqətən Kanton miqyasındadır. Çünki Kanton sərgisində açılan pavilyonlar bu sərgidə də açılıb. Yəni mebelə aid hər bir şeylə məşğul olanlar üçün bura gəlmək zəruridir məncə.